İndi mən Əlincəqalanın zirvəsindəyəm. Əlincəqala 1800 metr dəniz səviyyəsindən yüksəklikdə yerləşir. Gördüyümüz bu hissə döyüşçülərin qaldığı sahədir. Əlincəqala məkan etibarilə 2 hissədən ibarətdir. Şahtaxta adlanan biz gördüyümüz həmin balaca düzən hissədə hökmdar ailəsi yaşayıb. Vaxtilə orada saray tipli otaqlar olub. Ehtimal ki, təəssüf ki, xarici hücumlarda, Əmir Teymurun hücumlarında, başqa hücumlarda Əlincəqalada dağıntılar olubdur, dağıdılıbdır. Az bir miqdarda orada yaşayış yerindən əsər əlamat var. Müdafiə istehkamlarının az bir hissəsi qalır və bizim görmədiyimiz digər şimal tərəfdə də qala qapılarının orijinal qala hasarları və qapının yeri qalır. Əlincəqalada bu hissədə 300-600 arasında təxminən döyüşçü yaşayıbdır. Əlincəqalanı burada olan xəzinəni və hökmdar ailəsini burada mühafizə eləyibdir. Digər bir tərəfdə biz gördüyümüz bura şərq tərəfdir. Xanəgah qapısı adlandırırıq buranı. Buradan Xanəgah kəndi görünür. Xanəgah kəndinin əvvəlki adı Xanağa kəndi idi. Daha sonra Xanəgah adlandı ki, orta əsr mənbələrində Xanəgah kimi kəndin adı çəkilir. Bu qayanın üstündən də görsək diqqətlə Fəzlullah Nəiminin türbəsini görürük. Fəzlullah Nəimin 1394-cü ildə Miranşah tərəfindən Əlincəqala ətrafında faciəvi şəkildə edam olunubdur. Və onun müridləri onun cənazəsini gətirib Əlincəqala ətrafında həmin türbə olan yerdə dəfn eləyiblər. Verilən məlumatlara görə ata bağlanıb, parçalanıb, bir qisim məlumatlarda başı kəsilibdir. Amma onun nəşi Naxçıvan şəhərində də ata bağlanaraq sürütlənib ki, ibrət aləm olsun. Və bu mənada, yəni orta əsrlərdə burada olan baş verən hadisələr, Əlincəqalasında baş verən hadisələr bütün Azərbaycan tarixində mühüm əhəmiyyət kəsb eləyən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb eləyən hadisələrdəndir. Əlincəqalasında muzeyin yanından başlamış qalanın başına qədər 1500 pillə gəlir. Yəni gələn turistlər 1500 pillədən istifadə edirlər. Cəmi pillələrin sayı 2000-ə qədərdir. Və bu da Əlincəqalanın görünüşü. Bu gördüyümüz üstü açıq yerlərin hamısı vaxtilə otaqlar olub. İnsanlar orada yaşayıblar. Burada təndirlər var. Təsərrüfat tipli otaqlar var. Ehtimal ki, silah-sursat ambarları olan otaqlar var. Ərzaq ehtiyatı olan otaqlar var. Döyüşçülərin, komandanların yaşadığı otaqlar var və döyüş atlarının saxlandığı tövlələr. Bərpa vaxtı tövlələr də buradan tapılıbdır. Uzaqda gördüyümüz Naxçıvan şəhəridir. Oradan o yanda Araz çayını biz görürük. İndiki Araz su elektrik stansiyasının ərazisidir. Araz çayının keçdiyi yerdir. Əlincəqala orta əsrlərdə ən strateji əhəmiyyətə malik qalalardan biri olub, ərazilərdən biri olub ki, bir tərəfdə Naxçıvan şəhəri, bir tərəfdə Cənubi Azərbaycan, bir tərəfdə də Ordubad tərəf, yəni od yandırmaqla belə bütün Azərbaycanda xəbərləşirmişlər.